Doktor, uşaqlarda baş ağrısı hansı hallarda təhlükəlidir? Uşaqlarda yorğunluqla bağlı, susuzluqla bağlı, görmə problemləri ilə bağlı baş ağrıları ola bilər. Ancaq bəzən isə altda yatan çox ciddi bir səbəb ola bilər. Uşaq hansı hallarda biz buna qırmızı bayraqlar deyirik. Nə zaman ki, mütləq həkimə müraciət olunmalıdır. Əgər uşaq anidən çox şiddətli, şimşək çaxma şəklində baş ağrıdan şikayət edərsə, gecə yuxudan oyadan baş ağrıları uşaqda olarsa, tez-tez baş ağrılarından şikayətlənir və bu baş ağrı get-gedə daha da şiddətlənmə olmağa başlayır. Və yaxud da travma alır, yıxılır, yıxılandan bir müddət sonra uşaqda kəskin baş ağrıları ola bilər. Bu hallarda eyni zamanda baş ağrısından sonra görmə problemləri, məsələn, iki görmə, gözdə bulanıq görmə, baş gicəllənmə və yaxud da bədənin tarazlığının pozulması ola bilər. Baş ağrısından sonra epileptik tutmaların olması, huşun pozulması, davranış problemlərinin olması hallarında və ailədə kimdəsə hər hansı bir nevroloji problemi və yaxud da şiş xəstəliyi olan uşaqlarda səbəbsiz baş ağrısı olarsa, mütləq uşaq nevroloquna müraciət olunmalıdır.